Salam əziz həmvətənlərim, sizi payız mövsümündən salamlayıram. Qoy sizə can sağlığı arzulayıram. Əziz həmvətənlərim, mən bir sayt rəhbəri olaraq ARHD saytının və bir hüquq eksperti olaraq, bir Azərbaycan Respublikasının vətəndaşı olaraq mənə çox bir, 2-3 məsələ ilə maraq olaraq sizlərlə fikrimi paylaşmaq istəyirəm. Fikrim nədən ibarətdir? Əziz həmvətənlərim, görün, həqiqətdir bu. Bəli, həqiqətdir. Dırnaq arasında özünü şovmen kimi, siyasətçi kimi təqdim edən kimdir? Əli Kərimli. Bəli, Əli Kərimli Azərbaycan Respublikasının vətəndaşıdır. Əli Kərimli vətən söyləyir, xalq söyləyir, bayraq söyləyir, özünü fəda edir. Dırnaq arasında şovmen kralı, siyasətin, radikal siyasətin kraliçası deyərdim mən incimi. Əli Kərimli. Əli Kərimli haqqında bir-iki mövzuya toxunmaq istəyirəm. Mövzu nədən ibarətdir? Əli Kərimli vətən, xalq, millət sevgisini göstərir, özünü həlak etmək istəyir. Nədən? Dırnaq arasında. Ancaq çox təəssüflər ki, Əli Kərimli Qarabağ azad olmayan vaxtları, işğalda olan dövrdə Qarabağ söyləyirdi, müharibə olsun, torpaqlarımızı azad edək, filan və s. Şov. 2. 30 illə həsrətinə son qoyan şəxs İlham Əliyev Heydəroğlu oldu. Düzdürmü? Düz. Xankəndi azad olundu. Xankəndiyə SSR dövründə də daxil olmaq olmurdu. Müstəqillik Xankəndinin Azərbaycanın tərkibində deyildi. Ancaq İlham Əliyevin daxili və xarici siyasətin nəticəsi ilə Xankəndi bugün müstəqil Azərbaycanındır. Ona görə Azərbaycan torpağıdır, Azərbaycan dövlətinə məxsus olan bir Xankəndidir, Qarabağımızdır. Niyə Əli Kərimli sən Qarabağa getmədin bugünkü günə qədər? Bugün ayın 17-si sentyabr ayı 2025-ci il. Əli Kərimli, sən niyə Qarabağı gedib bir ziyarət etmirsən? O torpağı, palçıqlı torpağı götürüb, öpüb alnıva qoymursan, vətənpərvərlikdən danışırsan, vətən deyirsən, xalq deyirsən, üç rəngli müqəddəs bayraq deyirsən. Niyə getmirsən? Azad olunub torpaqlarımız. Bəli. 3. Sənə səbəb, sənə bu ürək açan deyil ki, sən gedib Qarabağı ziyarət edəsən. Sənin müəllimlərin buna icazə vermirlər. Deyəcəksən ki, mənə icazə vermirlər gedim Qarabağa. O da yalandır. Azərbaycanda dinindən, əqidəsindən asılı olmayan şəxslər də portala müraciət edir və gedir Qarabağı ziyarət edir. Əli Kərimli dırnaq arasında kral, müxalifətin kraliçası, çox təəssüflər ki, Qarabağı ziyarət etmək istəmir. Onun qanında Azərbaycanlı qanı axmır. Dildədir. Dildədir ki, vətən, dövlət, xalq qəlbdən döyünmür. Bəli, Əli Kərimli, bir daha da sənə vurğulayıram, ifadəmi bildirmək istəyirəm ki, Qarabağımızı azad edən, Qarabağ, Azərbaycan, Qarabağ söyləyən, bizim üç rəngli müqəddəs bayrağımızı bugün dalğalandıran, bugün xarici dövlətlərin rəhbərləri də Şuşaya, Xankəndində böyük tədbirlər, konferanslar, beynəlxalq tədbirlər keçirilir. Onun da səbəbkarı İlham Əliyev Heydəroğludur. Allah şəhidləri də rəhmət etsin. Allah qazilərimizə, veteranlarımıza da can sağlığı. Çox təəssüf Əli Kərimli.